Evdən işləyərək nə qədər qazanıram? Bugünkü Reels'in mövzusu budur. Keçən də bir izləyicim yazıb ki, evdən işləyərək istədiyim qədər qazana bilmərəm deyə qorxuram. Mən də dedim sizə motivasiya olum. Axırda isə təxminlərinizi rəylərdə yazarsınız. Mən yoldaşım və qızım 1 ildən çoxdur ki, artıq Türkiyədə yaşayırıq. Və bu müddət ərzində hardasa 4-5 kira ev dəyişmiş. İndi düşünürəm ki, o pulu özümə istədiyim maşını ala bilərdim. Duman Trendyoldan belə mamalar sifariş edirəm. Mən kifayət qədər qazanıram ki, Türkiyədə sezon olmayanda işlər zəif olur. Və həmin zamanlar yoldaşım hardasa işləməyə məcbur qalmır, öz istədiyi işləri görə bilir. Öz qazancımla yaxınlarımın və öz arzularımı reallaşdırmağa çalışıram. Misal üçün keçən il anamın, qaynanamın rəfiqəsi, bacımın qardaşımı Türkiyəyə gətirmişdim. Sənin nə deyim Duman? Ümumiyyətlə onlayn işləyəndən sonra ailəm və pul arasında seçim etməli olmuram. Çünki iş saatlarım məndən asılıdır və istədiyim qədər də ailəmə zaman ayıra bilirəm. Bu gün başlasanız belə siz də həyatınızı belə yaşaya bilərsiniz. Sən suyu olub gecə. Təlimlərimdə də tələbələrimə öz pullarını qazanaraq heç kimdən asılı olmamağı öyrədirəm. Qoyuruq suya və yanına da yumurtalar atırıq. Sosial şəbəkədən qazana biləcəyin pulların limiti yoxdur. Sən 9-dan 6-ya kimi işləyib aylıq 300-500 manat da qazana bilərsən. Onlayn özünə işləsən bir işdən bu qədər qazana bilərsən. Sən də arzularını reallaşdırmaq və istədiyin gələcəyi yaşamaq istəyirsənsə, 23 aprel başlayacaq SMM təlimlərinə yazıla bilərsən. Yazmış. Açarı götürmədim. Это что обозначает, знаешь? Yapdın sən.